Nə baş verdi ki, hamı bugün o Dubai şokoladını dəli kimi almaq istəyir? Nə baş verir? Bu türklərin yaxşı bir ifadəsi var. Bu sosial media çılğınlığı deyirlər. Bizdə yəqin dəliliyi deyə bilərik. Ümumiyyətlə yaxşı məhsul hər zaman bir işıq ucu tapır özü üçün. O su ki necə özünə yol axıb gedir, bu məntiqdir. Yuxarı məlumatlar bir-birinə yaxındır ki, bu məhsul 2021-də bir şef tərəfindən yaradılıb. Yeni yaradılıb. Yeni yaradılıb bir şeydir. Yəni öz resepti ilə yaradıb, bir şokolad kimi fantaziyasıdır. Məhsul məncə 3 ilə yaxın bir dönəmdə orqanik satılıb. Bu məsələsi hansısa bir influencerin onu öz mediasında paylaşması ilə baş verir. Bum olur. 80 milyon bir izləyicini baxırlar. Milyon, yəni böyük bir rəqəm. Və bir anda viral olur. Və hamı onun dadmağa başlayır. Qaçırlar, tökülüşürlər o şokolad istehsalçısının yanına. O da şoka girir ki, nə baş verir? Mən neynədim yəni? Yəni uğur belə bir şeydir əslində. Gözləmədiyiniz anda gəlir və gözləmədiyiniz yoldan gəlir. Və bu oradan sırayış eləyərək viral şəkildə bazarda alternativlər də yaratmağa başlayır. Digər şeflər də qaza gəlir ki, bir damcı təamına dəyişiklik mən də öz reseptimi yaradım və yaxud da bunun alternativini yaradım, eynisini yaradım. Hətta sözünüzün qüvvəti mən axtaranda Rusiyada çox uzun bir siyahı çıxdı ki, bu şirniyyat evləri satır onu. Çox uzun bir siyahı çıxdı. Yəni adam belə hazır olmayıb mənə elə gəlir ki, bu uğura, yoxsa çoxdan hazırlıq görmüşdü, patentini almışdı,